Bugün Stigor Legacy oynayırıq. Bugün Stigor Legacy'də birinci sənətə sandıq və elmas, yəni kostümdür. İndi hamısını toplu şəkildə, yəni sandıq və elmas nətər kasılır. Sandıq olanda nə olur? Kostüm, elmas, büyü, hər şey olur. Bax, 3 cür, hər cürdə kasa bilərsiniz. Birincisi klasik hərəkət. Klasik hərəkətdə normalı seçərsiniz. Sonra girirsiniz, yıldız kazandırsınız. Əsas şey dostlar nə var? Bütün qılıcı maksayın, sonra qılıcçıların hamısını şeyləyin. Bir kere baxın bura gəlirsiniz mağazadan. Gəlsiniz baxın bu büyü var ya, Swordrat hiddeti. Yəni Swordrat saldır hızı 20 saniye sürə 2 qatına çıxır. Yəni bir daha möhkəm vurmur. Nə deyim? Yəni daha hızlı vurur da, hızlı da qatılır, hızlı da möhkəmləşir. Vurdu belə hızlı vurur da, nə bir tarama tüfəng vurur amma hasarı artmır. Yaxşı da mağabasınız. Və heykəl də var burada. Heykəl də yeni güncə çoxdan da gəlibdir bu. Burada da Swordratı götürəndə mən oxçu tərəfdəyəm deyə oxçunu götürəm. Daha xoşdur. Hə, mən bir də video çəkmək istəmişdim video. İndi onu çəkəməmişdim. Nə yəni mən çıxmışdım. Bir nətər oldusa buradakı normal yox, bu altın sandıqdan oxçuya vampir kostyumu çıxmışdı. Belə şanslı nətər oldu bilmədim amma yenə də çıxdı. Mən xoşladığım dizilim budur. Bu dizilimdən heç vaxt uzun vuram daha mən. İki fərqli olabilir. Birinci növ gedir, yəni başa salım sizə dizi sadıqız. Bunu oynuyorsunuz, yıldız kasırsınız. Ben de bu şekilde kasıram. Elbası bir daha zorlamaq eləyik. Ben çox vaxt oynamıram bir tek kasıram. Mənim işim çox olur deyil videoyu. Həm video oynamıram, bir də oyun oynamıram da. İndi büyük bunları kurtaracağıq. Sonra turnuvalarımız var. Turnuvalarda satdı. Misyonlar, hə, misyonlar da var ama misyonlar həftəlik gəldikcə o qədər yıldız qazandırmır. Əsas yıldız qazanır. Bunlar elə bir maraq üçün də bəzən də büyü verənlər də olur. Hə, bir də misyonlarda sizə sandıqlarda çox nəfər bilir. Bilməyənlər üçün yəni sonra yorum yazmayın ki, sana nədir? Sana deməyənə gərək lazımdır. Biz özümüz biliriksə belə yazmayın. Baxın burada tək yeni ilacları da öyle. Burada bəzi misyonlar var. Elə qəşəng büyülər verir. Hələ Griffon yəni yekə dev var ya, ondan da verir. İndi birinci burada 395. Baxın, hamısını yadda. Bir dənə vərəq tutun indidən deyirəm. Bir dənə vərəq tutun, vərəqə deyəcəyim misyonları yazın. Bax, bu sadəcə videonu dayandırdı. Get vərəq ruşka al, deyəcəyim misyonları yaz, get oyunda gir, həll elə. Birincisi bu. Mayıs 2024'də gələn 395 adlı yəni rəqəmli misyon. Bunu alanda sizə çox qəşəng büyülər verir. Zombisindən, nədir belə, nə bilim, deyədim, çox qəşəng büyülər verilir. Bir də 350 idim, daha gör, baxaq indi, o tacdan biləcəm. 350 deyəsəm. Deyəsən yox. Hə, 350, mən də oynamamışam. 350, indi yazın. 350, 300-cü misyon. Baxın, onun tacı olmalıdır mən bilən, oynamışam çünki. Hə, tacı var. 300'de 200, indi 299 o kadar da vermə, amma indi siz girin. 20 dəqiqə süper leveldir. Ən azı bir 2 dənə büyü verir. Yəni, mən bilmirəm indi mən çıxdı. Siz yəni 300'de 299 oynayın. Sonra 350, 395, 400, 450. Qoy göstərim. Birinci yadınızda qaldısa deyirəm. 395-ci misyon birinci olaraq. Sonra 400. Sonra 350, sonra 300. Hə, 450'ye girək indi. 450 mən oynamışam, oynamış olaram, baxmışdım biraz. Hə, tamam. 450. 2 dənə bedava meriz, baxın orada yazır. Gifted many spells. Yəni bunda çox qəşəng büyülər verir. Bilmirəm nə qədər verir. Yadımdan çıxdı, mən çoxdan almışam bunları. 500 də var, amma 500 də o qədər vermir. Sonra keçək 300-ə. Ay, nereye girdim ben? Hə. İndi. Baxın indi burada qoyacağım ora girmişdim mən.
300-cü misyonu mən belə qurtarmışam. Yəni də siz baxın ki burada. Hə, 300. Burada indi 300 də çox vermir. Amma yəni də siz girib alarsınız. 299-a girməyə gərək yoxdur, amma siz yerdə girsəniz girərsiniz. Yəni büyü əl versə bilmirəm indi verərmi. Bir də o vaxtdan gələn, çoxdan gələn 41 və 42-ci misyonlarımız. 42-də bir dənə altın sandıq verir. Ondan qıraqda olanlardan da birinci misyon 1. Bir də şey var da belə nədir? Bəzi yerlər var, nədir? Bir sandıq verir. Mən direkt birinci yedim. İndi misyonlarımızdan çıxanda misyonların üzərindəki adamlar zat belə misal üçün. Birinci buradakı Spirtan. Baxın bu birinci misyondakı. İkinci 77, 42, 41'dən 42-ci oynayın. Burada bir dənə də yeni il ağacı var. Onu da alın. 41, 42 yeni il ağacı. Sonra 77-də o gedək birinci oradan baxıb deyəcəm. Çoxdan eləmişəm ki, yadıma çıxıb. Burada heykəl olmalıdır. Baxın bu 77-dəki heykəl. Sonra gedirik. Burada bir yerdə oxçu şey nədir? 400 neçə idi? 101. Hə, burada 101-də bir də bu da 101. Ta bu 101-dəki ağac. Sonra gəlin, bura gəlin, indi göstərim. Belə basa gedək. Yadıma çıxıb deyəm, bilmirəm mən indi keçdiyimiz yerlər olsa biləcəyik. İndi 160 idim, nə qədərdir belə 160 idim. Hə, burada 142-də bir dənə ağacımız var, onu da götürmək unutmayın. Burada elə bir zombilərdə birisi normal idi. Yoxdur heç birində. Burada büyücüdə də olmalıydı, amma yoxdur bunlarda. Hə. İndi burada oxçu da idi, mağazında nəsə var idi, yadıma çıxıb. Hər nəysə, indi çoğu nəfər bilər. Mənə bildiklərim 404-dür. 260 neçə idi də, bir dəqiqə gedək. 300-ə basın dirək. 260 neçədir? Hə, burada 248-ə misyonumuz var. Şey, ağacımız. 263 idi deyəsən, mən bildiyim. 266 şimdiden ya. Burada bir yerde nəsə var idi. Hep de zombiler. Hə, tapdıq bu. Buradakı şu sağdakı 3-cü mavi rəngdə olan zombi. Sonra 404'e gedirsiniz. 404'e. Oy çok getdi, çok getdi. 404'te burada yoxdur heykəl var. Heykəlindən də ağac. Ağacından da balaca bir belə şeyimiz var. Yaşlı şey, büyücü. Onu seçir, basırsınız 5 dəfə. Bir dənə golden sandıq verir. Qalanlarında bir də burada yeni buralarda bir yerdə yeni ağac olmalıydı. Hə, burada bir də şey var, heykəl. Daha bir dəqiqə buralarda bir yerdə bir dənə ağac olmalıydı. Belə solmuş bir dənə ağac olmalıdır mən belə. Buralarda bir yerlərdə solmuş ağac. Hə, burada yeni il ağacımız var, onu da şey eləyərsiniz. Yere odama. Sessiz ol, sessiz. Hə, devam edək. Buralarda bir yerdə sandıq var idi. Tek buralarda bir dənə ağac var, solmuş, bax belə qara rəngdə ağaclardır. Çoxlu gələn var. Bu keçdim. Bir dənə ağac qalıb, onu da desəm. Neyse. Bir de bizim olduğumuz misyondan yukarıda bir tane şey var. Buralar yüklü. Neyse. Qalanına da gələn videoda deyirəm. İndi devam edək, bir içinə oyun oynayaq. Klasik raşetdə oynayaq. Burada ulduzlarımız var. Ulduzlarımızı oynayaq da. Şey devam edək. Ha, bunda ne var? 2-3 tane qılıncı. Mənim oxçu şey, heykəlini xoşladım, yanı bilsəm nədir.
Bu ne de hücumu var. Archnos Fire deyirik. Ox atır da hər yerə onu. Onu basanda elə bir 2 qat etkili olur. Elə bir 5 saniyə boyunca atır elə. 10 saniyə çevirir və basanda elə bir dənə oxçu verir. İndi basacağam. Baxın gördünüz bir dənə oxçu gəldi. Baxın burada gördünüzmü? Bu işlem qılınclı heykəlində, Spiritin heykəlində işə o şey olur da nə? Yəni elə bir oxçu şeyinə basanda oxçu da olur. Qılınclı nervisində də qılınclı olur. Bir də Spiritin heykəlində olur. Bu üçündə. İndi biz bunu təcrübədək 2 dəqiqə şey də olsa çox çətin olur. Burada geri qayıdaraq olması gerəkən hasarı vurmur. Bir de bunlar hücum edeyim ki bana vurmasınlar böyle şeyler. Ay macal diye bu direkt. Okçu şeyini boş yaratmak istemiyorum. Lazım olur da burada. Oy biraz çok gəlirlər. Bir el geri qaydaq. Bizim böyle şeyimiz var. Kırbanç deyirlər də türklər. Buna nə deyirik biz? Bu hızlı adam şeyi. Hızlı adam çıxartmağını bastım. Yoksa ucuzacaqlar. Bunlar biraz ben normalde oyunum ama bu da şey olmamalıydı. Güclü olmamalıydı ben bilirəm. Gücləndirirlər bax oyunun geliştiriciləri. Elinden sonra odumalara imkansız şimdi. Oy, birazdan bakın böyle olursa bir ulduz verir. Ondan da sonra rastgele ya tahta sandık ya silver yani demir. Silver yani de şey gümüş sandık. Ya altın ya da kristal 4 tür sandık var. Aynalarını aç. Bakın gör ne tuttu. Bakın indi ne verirse Wooden chest. Wooden chest ve keşif yan da var. Ne de az elmasda. Ancaq yaxşı şeyler çıxa bilər. Açaq, indi qarşılayacaq mı? O 5 elmas yarardaq. Üstə gələk bir dənə madən çöp kesib bir dənə zombi qarşıladı. 5 elmas yarardaq. Nəyə görə 5 elmas yarardaq? Çünki mən ona 20 basıyordum, o bana 25. Odan da hesablayanda 25 olur. Yəni 5 elmas yararda olmuş olur. Baxın indi sandığı açdıq. Bir dənə madən çöp kesib bir dənə də hatta yararda oldu. İndi bunu oynayaq. Bunlar kimlər hə? Bunu bilirəm. Çoxdan da demirəm ki, yadımdan çıxdı kim olduqları. Bunlar çox dondurulur. Heykəllər niyə dəyişmir bunlar? Heykəllər həmin adam heykəl. Qaqa, birazdan uçacaqsınız. Boş yer üzümə nəmiyim. Bunu şey deməyək. Basmıyor. Hə dostlar, bir də indi videonu dayandırıram. İndi bu saatca YouTube ne de videoya baxanlar bu videoya girirsən sonra dayandırırsan videonu, abone olursan, like atırsan, bir dənə də yorum atırsan, videoya devam edirsən. Baxın bu şeyi sizdən xahiş edirəm, eləyin. Onda videolarımız daha çox sıx gələcək. Əvvəllər belə məsəl üçün 10 like, 5 like, 3 like zat deyirdim ki, belə 3 like gələndə məsəl üçün video gələcəkdi. İndi demirəm indi. Nə qədər əsas mən satışım amma siz yenə də əlinizdən gələni edin də. Bu arada bu vaxtlar son 3 dənə abunəçi, bu vaxtlar son 16 dənə abunə olan adamlara çox təşəkkür edirəm. 2 ayda çox hızlı böyüdük. 2 ay bundan əvvəl 40 abunəçi idik, indi isə 56 olmuşuq. Hamıya, bizim kanala abunə olan hamıya təşəkkür edirəm. Canınız sağ olsun, video devam edir. Baxın da, taktiği baxın indi. Bunu qabaqda bırakacağım ki, o birlər donmasın. Yavaşlamasın da donmasın deyil. Aslında donmasın deyirlər. Bunu öldürürəm mənim. Neyse burada duraq, təhsil olmalıdır. Onlar da orada heykel alırsın.
Ay öleceğim. Yallah. Vampir kostümün özelliği ki budur ki vuranda ne de kullanıcı şeyde can iyileştirir. Geçen unuttuk. Nasıl şey dostum? Kristal sandık veremiyorum. Kristal sandıklı şeydir. Bir gün boyunca olur ama yedik şeyler verir. Ama böyle basmıyor. Böyle madenci pasaj daha çoğaltın qazaq. Baxın görsünüz, nə qədər elə bir 9-10 dəqiqədə misyonlardakı sandıqların taktiğini öyrədirəm. Elə bir 6 dəqiqədə 2 dənə misyonu qurtardıq, o 3-cüdür. Ən az bir 7 dəqiqədə deyəkdən, 7 dəqiqədə 3 misyon oladıq. Misyon deyirəm, hərəkət. Görün nə tez qurtarırıq. Okçular var mı? Yok. Ben ikisine bir vururam. Birinci haber ikisine de yine hasar verdim. Mahmut çalışıyorum. Bakın görsünüz olsa bir tane spiritin beni öldüren bir. Oy madenci olmadı nedir öyle? Öldürün onu. Ay sağ ol. Tıkırım ben burada sizi koruyacağım. Taktik bu da. Teçene 2-3 tane kılıncısı bastırırsınız. Birini siz sahiplenirsiniz. Diğerinde siz karşı adamları yok edersiniz. Sonra hücum edirsiniz. Şey, bu kadar. Kurtardı ki daha ne verebileceğim o. Tamam. Kabineler bölündü ve sen de Magical vahşi kostümünü elde ettin. Ama bunlar ben almışam deyip bir de vermeyecek. Şey. Bize ne sandık verdiler? Silver mı verdiler? 120 diye bu. Neyse gereken silver verin. 63 bir elə bir ne kadar yordandayıq. Ama elması 120 tane vermədi. 120 elmas üstəgə bir iki də şey versəydi yaxşı olardı ama yenə də yarardayıq. Çünki 2 dənə şey verdi. Qalanlar da elmas. Bir iki də şey oynayaq turnuva. Çılgın. Dev en şey devdi burada. Dev okçu bir de madenci. Kalanını da paso kule her şeyine ve tacına. Kule okçular ve tacına. Ben bile diyememişim bak bende. Paso madenci. Hem ne de olsa işte demeyecek bize. Mesela sınır olsa hayli büyümüz var. Bir şey diyebilse. Bayağı bir de büyüləri bu çoğada bir de yedi görür. Büyüləri bu görür adamlar deyəcək ki hiləli oyunsa. Çünki sən 13 də 500 ilə baslıq şey olamaz. Burada bir hilə kimi bug'ı var. Ve Eren'i kim tanıyır bilmirəm. Orada öğretmişti. O bu video uzun olması diye bilmirəm. O videosa bilənlər bilər baxarlar türkçə. Bu arada benim kanalıma baxanlar yarısı çox türkdür o bilən şey. Çünki abone olanlar dedi bu yaxınlarda YouTube'u gücləmə gəldi ki, yəni sağ sol zamanlar abone olan adamlar görə bilsən. Bu sayede ben baxıram türk olduqlarını bilirəm. Ayda biz niye kılıçı bastıq? Neyse sağlam oldu. Ben bunu özlemiştim. Bir de okçu ay öldüremedim. Hayır. Neyse hiç olmaz. Cadı bu devir yedi seçtiği avatardı. O avatar bu iş yarışı. Ya da elə bir adamlar bak 3 səbəb burada həmin o vuruşu bloklayır. Bak 1, 2, 3. 3-cü səbəb burada bırakılır. Yallah hamısı olacak. Uy 3 oldu.
Üçü de zombiye dönüşecekti. Öldürme. Kuma kabak için ölmesinler. Kırık kırık. Bir de daha diye sarıyorum. Zombiler de sarıyor. Öleceğim hayır. Öldüm. Gel okçular ölmesin. Okçular benim kabağımı çeşmesin diye belirleyiciyle bir. Niye kaçsın bak. Ne? Okçu mu şey bası mıydı? Cum. Uttuk ki. Ay bir daha vur bir içine. Aa bir daha vur. Bir içine bir daha vur. Bu da şey. İyi bir de bu level iyi bir de. Dalda çokçular. He bunlar kale okçusu satmıştım. Neyse. Dostlar bu turda geçen defa tamamlayarak yoksa videomuz lap uzun olacak. Videoya abone ya da kanalımıza abone olmayı unutmayın. Bu videoda like atmayı unutmayın. Yorum atın. Sağ olun. Salamat kalın. Canınız sağ olsun. Bu videoya bakanlar veya abone olurlar. Sağ olun. Görüşürüz.